Şimir bilirsiniz bu gecə nə deyirdi? 30 minlik qoşunun sərkərdələrindən biri. Olsun 10 minlik qoşunun. Ən azı 10 min deyək. Deyirdi ki, mühafizəni gücləndirin. Deyirdilər ki, biz bu sayda, onlar 100 nəfər, nədən çəkinirsən? Deyirdi, orada bir dənə Abbas var ki, bir dənə Əbəlfəz var ki, onun varlığı ilə biz dinc ola bilmərik, rahat ola bilmərik. Hamımıza bəsdir. İndi başa düşürsünüz, niyə o atdan yerə düşəndə İmam Hüseyin dedi, Əl-an inkəsərə zəhri, indi belim sındı. İmam Hüseyin bir dəfə dedi Kərbəlada bu sözü, indi belim sındı. Başa düşürsünüz niyə görə? Onun əzəməti o qədər idi ki, qorxusu düşmənin qəlbinə düşmüşdü. 30 min titriyirdi insan. Bunu istəyir İmam Səccad əleyhissalam. Duasını davam eləyək. Həbbibi iləyyə mə tuhibbu minəl qavli vəl əməl. Görürsünüz, söhbət məhəbbətdəndir. Bu gecə gərək eşqdən, eşqin ləzzətindən danışaq. Deyir, ilahi, o əməllər və o sözlər ki, istəyirsən danışım, edim, onların sevgisini mənim ürəyimə sal, mən sevim onları.